Və həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm Əbu Davudun rivayət etdiyi hədisdə buyurur ki, Allah Rəsulu sallallahu əleyhi və səlləm buyurur ki, həqiqətən də buyurur ki, İyyəkum vəl həsəd. Həsəddən qaçın. Yəni nə barədə həsəd eləyəsiniz? Həqiqətən də həsəd insanın yaxşılıqlarını yeyir. Necə od odunu yeyir. Od odunu yeyir. Köz eləyir, sonra kül olur, sonra yox olur. Və o cürdə həsəd. İnsan paxıllıq eləyir, həsəd eləyir və bilmir ki, yaxşılıqları gedir. Yaxşılıqlarını puç eləyir və bilmir ki, qapı açır. Həsəd haramlara qapıdır. İblisin daxil olduğu qapıdır. Həsəd. Sonra qapı aça bilər qeybətə, qapı aça bilər artıq sözlərə, qapı aça bilər bəzi münkər əməllərə. Baxarsan ki, əvvəli həsəddən doğub. Ona görə nə vaxt gedir həsəd? Ya sağlam tövbə ilə insan tövbə edir, xalas, bir də qayıtmır ola. Ya da ki, kimin ki həsədin eləmir, onda olan o neymət gedir. Onda bunu da həsədi qutarır. Nisbi qutarır. Yəni, təbii ki, 15 adama həsəd eləyir, indi biri qutardı. Dərdi azaldı biraz. Lakin hər də xəstədir. Ona görə alimlər deyir ki, həsədkar xəstədir. Və təbii ki, bilirsiniz, İslam xəstəlikləri ikiyə bölüb. Xəstəliklər iki növdür, var qəlbi, var bədəni. Bədəni xəstəliklərin müalicəsini aparat göstərir. Qəlbi xəstəliyi göstərir. Məsələn, adam həsədkardır, xəstədir. Apar onu ən bahalı aparata sal. Deyilən ki, mənim ürəyim narahatdır. Ya, rahat da öyle. Rahat deyiləm. Mümkün deyil, aparat göstərsin ki, səndə həsəd var. Mümkün deyil, sən normal o dayalıdır, damarın da yaxşıdır, qanın da yaxşı döyünür, dövran da əladır. Yox, heç nə yox, narahat olma, get.